Bugün İranda dəyişiklik olsa, İranın mərkəzində ciddi çatışmalar hətta ola bilər və ciddicə bir gərginlik var. Mühüm qruplardan ki var da mərkəzdə Mücahidin xalqidir ki, əlbəttə elə bir potansiyeli yoxdur ki, İran boylu bir güc əldə etsin Mücahidin xalq əsla. Bir də səltənətçilər vardılar ki, onlarda da əsla və əbədə belə bir potansiyeli yoxdur ki, İran boyu tərəfdarları olsun. Və ondan sonra geçir mərkəz cumhuriyxahlarına, nasionalist cumhuriyxahlara ki, onların bir bölümü birləşir, adı cumhuriyxahdır, amma bir şey cumhuriyxahlar da səltənətlərin heç vaxt vəhdət eləməzlər və mərkəzdə sollar heç vaxt nə mücahidinlə və nə səltənət tələblə heç vaxt eləyə bilməzlər, müttəhid olsunlar və olmazlar. Əmələn bir dənə gərginlik mərkəzdə var. Bir dənə də başqa bir cərəyan olacaq bu rejim gedirsə. O da dini islah tələblərinin təşkilatları ki, olacaqlar. Ona görə 4 dənə mərkəzdə, yəni mərkəzçi qrup var. Ən sonundan başlayacaq sollardılar. Ondan sonra cumhuriyxahlardılar, milli cumhuriyxahlar, Cibhə Milli kimi, pan-İranistlər kimi və ondan sonra Mücahidin xalqidir və səltənətçilər. Bunların heç biri bir-birinə barışıq durumda imkanı yoxdur olsunlar. Ona görə olmamaqları üçün də mərkəzdə gərginlik, siyasi gərginlik var. Amma İranın siyasi güclərinin bir beşincisi də var. O beşincisi də xalqların siyasi gücləridir ki, bu mərkəzdə olan gərginlikdən öz istehkamatlarını bölgələrində gücləndirməyə bir şərait yaranacaqdır. Bu çox böyük bir işdir. Ona görə mərkəzdə bu qrupların heç biri Riza Pəhləvi daxil eləyə bilməzlər. Bütöv bir gücü İranda əldə etsinlər, amma bir siyasi güc kimi İranda meydanda olacaqlar. Nə qədər himayət alacaqlar, almayacaqları bir şəraitə bağlıdır. Əsla bunu bilə bilmərik indidən. Amma bilirik ki, addan çəkdiyim qrupların hamısı fərqli güclər kimi siyasi meydanda olacaq. Onun kənarında qeyri-fars xalqların gücləri, bunlar türklər, kürdlər, bəluçlar, ərəblər filanlar ki, bunlar da bir legal prosesdə, yəni müəssis məclislərin yığınacağı və orada qanun yazıcılığında qeyri-fars gücləri meydana gəlib və gələcək İrana anayasa yazmada güclü bir rol oynamaqları gözlənilir. Burada demək lazımdır ki, mərkəzdə olan yetərsiz güclərin məcburən bunlar bir-birinin qarşısında duracaqlar və bu gərginliyin, yəni mərkəzin gərginliyindən qeyri-fars bölgələrdə bu hərəkətlər özlərinin gücləndirmələrinə bir hərəkət meydana çıxacaqdır ki, o yəni əsasən müsbət bir şeydir və ən müsbət rolu müəssis məclislərdə yığışıb və anayasa yazmaqda yəni güclü olmalıyıq. İndi kollən şart budur. Yəni əgər türklər gələcək anayasa yazılanda güclü bir meydanda olsalar, Azərbaycan kontrolu altına keçəcəklər. İstər-istəməz Tehran və Kərəz güclərindən himayət alacaqlar və təbiətən əgərsə Azərbaycanda bir həqiqətən bir meydani güc, xalqımıza aid bir güc meydanda olursa, yəqinim vardır ki, bu hərəkət Tehranda da o demokratikləşmə prosesində bir güc kimi meydanda olar. İndi bu gücləri saydım, amma türklərin adını çəkmədim mərkəzdə, çünki yoxdular, yox kimidirlər. Amma mənim orada bir fikrim var ki, mərkəzdəki türklər, yəni Türkiyənin o HDP-sindən model almaq üçün ümumiyyətlə kürdlərdilər, amma onların yanında demokrat türklər, Ələvilər, əzilmişlər də orada bir araya gəliblər. Əvvələn bunu deyim. Azərbaycanda hərəkət güclü olursa ki, Azərbaycan kontrolunu ələ keçirsin. Yəni 1-2-3 dənə böyük partiya olsun. Orada bizim gücümüz Tehranda da çoxalacaq və Tehranda güc çoxalması ilə eləyə biləcəyik də eyni halda da kürdlərin, ərəblərin, bəluçların bir arada da bir məqsəd üçün bir arada olmaları o məclis müəssislərində güclü bir meydana gələcək və hətta Tehrandan belə özümüzə güc qazana bilərik. Bu Tehranda da hərəkət dəqiqən o Türkiyədə olan HDP-nin modeli əsasında, yəni türklərin mehvərliyində bir partiya qurulmalıdır. Tehran və Kərəzdə olan və qeyri-fars güclərdən və hətta farsların bir kəsim demokratlarından alıb o partiyanı İranda radikal demokrasi quraq deyə bir güc yaranmalı Tehranda. Muntaq bu türklərin mehvəriyyətində o zaman bir hərəkət meydana gələ biləcək ki, hərəkət Azərbaycanda çox ciddi güclü olsun. Yəni bu milli fikir xalqımızın tamamilə yayılmış olsun. Ona görə İranın gələcəyi Azərbaycanın təhvilatına bağlı bir şeydir. Əgər Azərbaycanda və türklər hərəkətə o dərəcədə, o güclə keçməsələr ki, meydanda rol oynasın, təsir edər siyasi hadisələrə, o vaxt o birisi xalqlar da heç haqq qazanamayacaqlar. Heç haqq qazanamayacaqlar deyərəm hətta. Əgərsə Azərbaycan olsa, onlar da istər-istəməz duracaq türklərin yanında müəssis məclislərdə bir güclü bir qanun əsası yazılacaq.
Nigerançılıq bu deyil ki, səltənət, pəhləvilər gəlir, mücahidin neynir, o neynir, bu neynir. Əsla onlar mühüm deyirlər. Mühüm budur ki, bizim hərəkətimiz nə qədər güclü və zəifdir. Əgər biz yoxuqsa, fərqi nədir? Pəhləvi olmasın, mücahidin, xalq olsun, islah tələblər olsun. Biri bunları alacaq, götürəcək. Biz olursaq başqa bir şeydir. Ona görə biz bu ki, pəhləvilər nə qədər ala bilməz. Bilirik ki, bunlar heç biri tamamiyyəti İranı ala bilməzlər. Yəni elə bir potansiyelə sahib deyirlər. Ona görə o çəlişki orada, təzadlar Tehranda mərkəzdə yaranacaq. O çəlişkilər bizim nəfimizədir, amma bizim nəfimizədində qalır ki, biz nə iş görməliyik? Bu xalqın maarifləşməsinə hangi metodlar, şivələrlə bu maarifləşmənin genişməsinə köməklik edə bilər? Ona düşünməliyik. Orada zəif olursaq, bir gəlib hərdə hökuməti götürəcək də. Amma zəif olmasaq Azərbaycanda, təbiətən istər-istəməz Tehranda da çox güclü bir çıxış eləyəcəyik və orada hətta örgütlənmə bir formada çıxış eləyə bilər. Ki, eləyə bilər Tehranın mərkəzində adın çəkdiyim 4 qrupdan sonra bir başqa qrupda, yəni radikal demokrasi Türk mehvərliyində və qeyri-türkləri öz civarına alıb və hətta demokrat farsları öz içinə ala Tehranda bir siyasi güc kimi bu müadilələrin dəyişikliyində rol oynaya bilər. Baxdın, təhlilin nəticəsi nədir? Təhlilin nəticəsi budur. Nə zaman biz güc əldə edə biləcəyik? Yəni nə qədər bu milli maarifləşməsi xalqın içinə Azərbaycanda və Tehranda yaya bilər. Yaydıqca sən güclənirsən. O yaydıqca güclənəcəksən və o güclər bir təşkilat formasında, hizb formasında özün göstərəcək və bu vasitə ilə sən həm Azərbaycanı dəyişik ərəfəsində kontrol göstərə bilərsən və həm Tehranda mərkəzdə ciddicə bir etkili bir hərəkət kimi meydanda görüşərsən. Amma Azərbaycanda hərəkət güclənmirsə, İranın gələcəyi yeni bir diktatorluqdur. Ona görə bundan nigarə olmayaq ki, Pəhləvi neynir, o neynəyəcək, bu neynəyəcək. Bundan nigaran qalaq ki, bizim hərəkatımız necə güclənə biləcək və bu fikir, milli fikir necə xalqımıza yayıla biləcək. Bundan nigaran qalmalıyıq və buna düşünməliyik. Çünki tamam işlərin sonucu, dəyişikliklərin, etkiliyin, Türk xalqının haqqı, başqa xalqlarla bərabər haqq qazanma, gələcək İranın anayasasının yazmada, müəssis məclislərində türklərin hərəkatının güclənməsinə bağlı bir şeydir. Güclənirsə orada bir şey olacaq və ciddicə də olacaq. Nə qədər güclənirsə o qədər olacaq, çox güclənirsə çox olacaq. Buna düşünməyimiz lazımdır. Orada biz zəifik. Ona düşünməyimiz lazımdır. Çox sağ ol.